oynağında 2-ci dərəcə artroz olan bir xanım mənə zəng eləmişdi. Və xanım deyir ki, ancaq siz mənim sağ dizimi sağaltmalısınız, çünki dizimdəki vəziyyət heç yaxşı deyil. Həkim mənə deyib ki, inkişaf eləyə bilər. Deyirəm, yaxşı, malca almışam və s. nəysə, adam əlindən gələn hər şeyi eləyib, hətta maye belə vurdurub dizinə, ancaq istədiyi nəticəni ala bilməyib. Niyə? Çünki problemə köklü yanaşma eləməyib. Həmin xanıma buradan demək istəyirəm ki, həm də bu problemə yaxınlaşan insanlar varsa, onlar da diqqətlə qulaq assınlar. Əgər sizin bədəninizdə təkcə bir sümük oynağınızda 2-ci dərəcə artroz yaranıbsa, bu o demək deyil, sizin digər sümükləriniz sağlam vəziyyətdədir. Siz əgər onurğanın digər şöbələrini yoxlatdırsınız, heç olmasa ən çox yükə saldığımız boyun fəqərələrində, bel fəqərələrində siz artıq ümumi osteoxondroz əlamətlərinin, fəqərlər arasında protruziyanın yarandığını belə müşahidə edə bilərsiniz. Növbəti mərhələ isə insan bədəninin 360-a yaxın oynaq var. Siz hardan bilirsiniz ki, iminli sizin bu dizinizdə artroz var? O biri oynaqlarınızda da heç şübhəniz olmasın ki, 1-ci dərəcə yaxud yüngül yenə osteoxondroz əlamətləri artıq yaranıb. Bizim duzlaşma dediyimiz məsələ əslində çox ciddi bir problemdir. Təəssüf ki, buna biz xəstəlik kimi baxmırıq. Gərək o ağırlaşsın, müəyyən bir səviyyəyə çatsın, misal bu xanımda kimi 2-ci, 3-cü dərəcəyə çatsın. Ondan sonra biz başa düşək ki, bunun üçün nəsə eləmək lazımdır. Və sizə mən qeyd edeyim ki, 3-cü dərəcəyə bu çatdısa, o əksər hallarda əməliyyatlı olur. Çünki oynaq səthi normalda yuvarlaq olmalıdır və bunun arasında oynaq mayesi dediyimiz bir təbəqə var. O təbəqə yavaş-yavaş yeyilir. Sümüyün içində kalsium çatışmazlığı olur deyə, kalsium sümüyə elastiklik verən bir mineraldır ki, onun yük götürmə qabiliyyətini təmin edir. Bu kalsium buradan tükənməyə davam edir, daimi tükənir, onurğadan da eyni şəkildə. Onun yük götürmə qabiliyyəti azalır və tədricən bunlar bir-birinə sıxılmağa, yəni oynaq səthləri yumurlaşmaq əvəzinə kvadratlaşmağa başlayır, sərtləşməyə başlayır. Və siz sərt bir səthin bir-birinin üzərində fırlana bilməyin görməyəcəksiniz. Yavaş-yavaş həmin insanlarda hərəkət məhdudiyyəti yaranacaq. Ona görə də bura vurulmuş heç bir iynə, maye və s. həmin insana kömək eləməyəcək. Çünki bunun yalnız çarəsi o qalır ki, adam getsin, əməliyyat eləsin və buranı protezlə əvəzlətdirsin. Siz yaxşı başa düşdün, bir oynağı protez elədiniz. Bəs o biri oynaqları siz kimsə ortalayır ki, həmin oynaqlarda o problem yaranmayacaq. Siz yenə də gəlib nə etməlisiniz? Sümüyə lazım olan maddələr içməlisiniz. Uzun sözün qısası, həmin xanım nə etməlidir? Glikozamin xondroitin deyilən bir maddə var ki, hansı ki oynaq arası mayeni bərpa edir. Bunu qida əlavəsi kimi mütəmadi istifadə etməlidir. Növbətisi xitozan məhsuludur. Xitozan təbii xondroitin rol oynayır. Həm oynaqları kollagenlə təmin edir, həm də bizim bədənimizə, sümüklərimizə yığılmış ağır metalları çıxarır və biz bədənə kalsium verəndə onun əvəzinə gedib həmin oynaqlarda oturmağını təmin edir. Və təbii ki, olmazsa olmaz fermentləşmiş kalsium içmək lazımdır. Söhbət aktiv kalsiumdan getmir. Artıq özünüz yaxşı bilirsiniz ki, bu məhsullar ancaq TNS, yəni Tianşi brendindən məxsusdur. Üstündə TNS logosu gördünüzsə, alma məhsulu bu gündən başlayın için. Çünki sizin təkcə xilaskarınız fermentləşmiş bu 3 məhsul olacaqdır. Bunları üçün həkim məsləhətinə ehtiyac yoxdur. Gözləməyin ki, həmin problem ağırlaşsın, ondan sonra içəsiniz. Elə yaxşı olar ki, yaşı 25-i keçən insanlar elə fermentasiya olmuş kalsiumu bu gündən başlayıb içsinlər. Hətta körpə uşaqlarda əgər ana südü və s. içməyibsə, onlar üçün də fermentləşmiş kalsium var, hamilə qadınlar üçün və s. Ki, bunun 4 növü var. Hərənin bədəninə uyğun müəyyən bir tipini alıb istifadəyə başlamaq lazımdır. İndiki dövr artıq ona imkan vermir ki, biz oturaq fikirləşək, problem ağırlaşsın və biz bunun fəsadının altından qalxaq. Belə bir vəziyyətdən çıxış yolu sadəcə o problem yaranmamış, bu məhsulu vaxtında qəbul etməkdir. Əgər yaranıbdırsa, sizə təəssüf edirəm ki, sizin normalda kalsium tələbatınız yetkin insanlarda 1000 mg idisə, artroz yaranıbsa sizin tələbat 1500 mg-a qalxıb. Yəni siz hamı kimi fermentləşmiş kalsium bir paket içib nəticə almamız mümkün deyil. Siz minimum günə 3 paketdən başlayıb içməlisiniz. Xitozanlarını, dozda glikozamin isə öz qaydasında, bunun isə xüsusi mütəxəssisləri var. Bizə zəng edirsiniz, biz sizin probleminizə uyğun həmin dozaları təyin edirik və ən əsası bunlar qida əlavəsidir. Baxın, bunlar sizin ağrı kəsiciniz deyil. Bunlar sizin bədəninizə daxildən lazım olan maddələri vermək üçündür. Təbii ki də aktiv həyat tərzidir, buna riayət etmək, bol maye qəbuldur və s. Biz bunları sizə qidalanma proqramında şərtimizi öncədən kəsəcəyik. Bunlarla yanaşı, bu məhsulları istifadə eləməklə sağlamlığı qoruyub saxlayırsınız və daha da çox ağırlaşmasının, digər oynaqlarda və sərəmi prosesin yaranmasının qarşısını alırsınız. Bundan böyük sağlamlıq ola bilərmi? Ümumiyyətlə, sağlamlıq ən böyük neymətdir. Çalışın onun qədrini vaxtında bilin. Səhifənin aşağısında nömrəmiz qeyd olunub. Nə sualınız varsa, bunlar ancaq bizdə olur. Əlaqə saxlayın, köməkli göstərin.